Məsələ 1. Bu dərsimizdə biz üçbucağın daxili bucaqlarının cəminin 180 dərəcə olduğunu isbat edəcəyik. Misal 1. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Bunu isbat edin. Biz isbata keçməmişdən əvvəl deməli bəzi qaydaları xatırlayaq. Deməli qaydalar nədən ibarətdir? Tutaq ki, iki paralel düz xətt çəkilib və onları kəsən digər bir düz xətt var. D1 və D2 burada paralel düz xətlərdir. Digər bir düz xətt, deməli bu da olsun D3. Bu iki düz xətti kəsib. Burada uyğun bucaqlar əmələ gəlir. Deməli bizim qarşımıza əgər belə bir şəkil çıxsa, burada alfa bucağı ilə beta bucağına uyğun bucaq deyib və onları bir-birinə bərabər götürəcəyik. Daha sonra tutaq ki, yenə D1 və D2, D1 və D2 var bir-birinə paralel. Burada göründüyü kimi Z bucağı, yəni daxili çarpaz bucaqlar əmələ gəlir. Bunlar da bir-birinə bərabərdir. Biri olsun N, biri olsun N. Əgər D1 ilə D2 paraleldirsə, onları kəsən xətt, burada əmələ gələn Z bucağı və yaxud da daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. N bərabərdir N-ə. Həmin bucaq bu şəkildə də ola bilərdi. Deməli, D1 ilə D2 bir-birinə paraleldir. D1 ilə D2 bir-birinə paraleldir. Burada göründüyü kimi yenə həmin Z bucağı. Deməli, xəttlərin üstü ilə getsək, Z hərfinin əmələ gəldiyini görürük. Belə. Yəni, daxili çarpaz bucaqlar. Bu bucaq alfa, bu bucaq beta. Deməli, alfa ilə beta bir-birinə bərabərdir. Biz uyğun bucaqların deməli, bir də daxili çarpaz bucaqları təkrar elədik. İndi isə keçək üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olduğunu isbat etməyə. Burada bir ABC üçbucağı çəkək. Deməli, onun daxili bucaqları X, Y, Z-dir. AB-yə paralel SK şüası, AB düz xəttinə paralel olan, üstündə ox işarəsi qoyaq. Bir SK daxili şüası çəkək. Burada CD AC-nin uzantısıdır. Yəni ACD bir düz xətt üzərindədir. Burada biz SK paralelini çəkdik AB-yə. Burada nələr əmələ gəldi? Deməli, AB ilə SK bir-birinə paralel və digər AD düz xəttdə onları kəsən düz xətt. Onda burada uyğun bucaqlar əmələ gəlməlidir. Birinci şəkildəki kimi. Deməli, bura X bucağıdırsa, onda KCD də X-ə bərabərdir. Bir də göstərək. BAC X-dir. KCD də X-dir. Bunlar uyğun bucaqlardır. Sonra gələk bu şəkildəki kimi daxili çarpaz bucaqları görək. Deməli, AB ilə SK yenə paraleldir. Burada ABC, yəni Y bucağı, burada B bucağı, burada da BSK bucağı bir-birinə çarpazdır. Bu bucaqla bu bucaq bir-birinə çarpazdır. Bir də göstərək. Belə. Deməli, bu Y isə bu da Y-dir. Biz əvvəl qeyd etdik ki, ACD bir düz xətt üzərindədir. Bir düz xətt üzərində olan bucaq açıq bucaqdır. Deməli, açıq bucağında cəmi 180 dərəcədir. Burada X üstə gəl, Y üstə gəl, Z bərabərdir 180 dərəcə. Bizdən də tələb olunurdu ki, üçbucağın daxilində yerləşən X, Y, Z bucağının cəmi 180 dərəcə olsun. Biz onu isbat etdik ki, X plus Y plus Z bərabərdir 180 dərəcəyə.